Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə ölkəmizə səfər edən Türkiyə və Gürcüstandan olan din xadimləri Şuşa şəhərinə gəliblər. Səfərlə bağlı daha ətraflı məlumatı əməkdaşımız Qasım Xulufludan eşidəcəyik. Qasım, buyurun, eşidirik sizi. Salam Ayşən, hər vaxtınız xeyir. Bəli, sizin də qeyd etdiyiniz kimi biz hazırda Şuşa şəhərindəyik. Xaricdə yaşayan soydaşlarımız bugün Şuşa şəhərində səfərdədirlər. Burada din xadimləri Şuşa şəhərində aparılan abadlıq quruculuq işləri ilə tanış oldular. Eyni zamanda Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidləri və Vaqif məqbərəsində oldular. Şəhərdə aparılan abadlıq quruculuq işləri haqqında onlara ətraflı şəkildə məlumat verildi. Onu da qeyd edim ki, bu səfərdə 30-dan artıq din xadimi iştirak edir. Məqsəd isə xaricdə yaşayan soydaşlarımızla milli mənəvi dəyərlərin daha sıx əlaqələndirilməsi və həmrəylik mesajı verməkdir. Qeyd edim ki, Şuşa şəhərindən sonra nümayəndə heyəti Ağdama səfər edəcək. Ağdamda isə Ağdam Cümə məscidi, İmarət kompleksi, eyni zamanda Ağdam Şəhidlər Xiyabanının ziyarəti nəzərdə tutulub. Bu səfər iyunun 2-sinə qədər davam edəcək. Şuşa və Ağdam şəhərlərindən sonra isə nümayəndə heyətini paytaxt Bakıya üz tutacaq. Nümayəndə heyəti Bakıda ibadətgahlar və dini abidələrlə tanış olacaqlar, onların fəaliyyətini izləyəcəklər. Bu səfər haqqında daha ətraflı məlumatı isə mənim yanımda Hacı Surxay dayanıb. Daha ətraflı məlumatı isə Hacı verəcək. Buyurun Hacı, söz sizdədir. Çox sağ olun. Mən də bu gözəl torpaqdan, Şuşa torpağından bütün Azərbaycan xalqını və dünyanın hər yerində olan bizi sevən insanları salamlayıram və dini qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi altında təbii ki, bugün Türkiyə qardaş Respublikasından, Gürcüstandan din xadimləri, nümayəndə heyəti artıq Şuşa şəhərindədir. Və dünəndən mən Gürcüstandan din xadimlərinin və eyni zamanda Türkiyədən gələn qonaqlarımızın göz yaşlarının canlı şahidi olmuşam. Onlar sosial çarxlar vasitəsilə Şuşa şəhərinin məhz vuruş zamanında və vuruşdan sonra, zəfər günündən sonra video çarxlarda izləmişlər. Artıq bu havanı görmək və bu havanı içə çəkmək, eyni zamanda və tarixi memarlıq, mədəni abidələri görmək bugün hər kəsin, xüsusilə mənim də diqqətimi cəlb edir və yeni bir nəfəs gəlir. Və dünyanın hər yerini gözü Azərbaycandadır, Şuşadadır, paytaxtımızdadır və İslam paytaxtıdır eyni zamanda qeyd eləyək bunu. Və bu günləri çox yerləri ziyarət etdik, siz qeyd etdiyiniz kimi. Amma bugün erməni vandallarının 30 il haqsız olaraq bizim torpaqlarımıza girərək qəsb etdilər. Amma bugün biz həmən o ədaləti bərpa etdik. Cənab Prezident başda olmaqlıqla, Cənab Prezidentin müdrik siyasəti, şəhidlərin qanı, qazilərin canı bahasına artıq bugün dünya hər kəs bura gəlir və yenə Azərbaycanımızdan, Şuşamızdan danışır. Təbii ki, Allah Quran-ı Kərimdə buyurur, bütünlükdə insanlara müraciət eləyir. Yəni, bütün səmavi dinlər bunu təsdiq eləyir. İnsanlar, həqiqətən biz sizi bir kişi və bir qadından yaratdıq və sonra sizi tayfalara, xalqlara, firqələrə böldük ki, bir-birinizi tanıyasınız. Burada bizim görüşlərimiz multikultural dəyərlər, tolerantlığımızın təzahür nümunəsidir və ermənilər hətta burada bir vandallıq deməzdim, heykəlləri də belə, heykəlləri amansızlıqla onlara zərbə vurmuşdu və bizim dədə-baba torpağımız, hətta qəbrəstanlıqlarımıza belə zərbələr vurub bizim dədə-baba yurdlarımızı talan və viran ediblər, daşı daş üstə qoymublar. Və bu baxımdan hər hansı bir qonaq bura gəldiyi zaman müşahidə edir və burada yeni infrastruktur, inkişaflar, eyni zamanda hər bir bina və mədəni memarlıq tarixlərinin hamısı bütünlükdə burada göz önündədir. Ümumiyyətlə, quruculuq işləri bərpa olunur və ümid edirəm ki, günü-gündən Azərbaycanımız və xüsusilə Şuşamız inşallah günü-gündən də şəffaflanacaq, işıqlanacaq və qoy dünya görsün ki, haqq ədalətin artıq qələbəsinin təzahürü budur.